Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə görə buna qarşı vaksinlər gətirib. Bu barədə TNS Nazirlikdən məlumat verilib. Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə Sanofi Pasteur Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir. Səhiyyə Naziri Teymur Musayevin müvafiq əmrinə əsasən oktyabrın 8-dən etibarən vaksinasiya başlanılacaq. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator, poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır. Nazirlik əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.